Bugün doğrudan da hava çox istidir. Hardasa 28-29 dərəcə istilik göstərir. Bura isə Masazırın ən hündür yeri olduğu üçün həqiqətən də buranın havası tam başqadır. Elə bir rayon yerindəsən. Dəyərli izləyicilərimiz, çox gözəl, havası təmiz, hündür, sərin bir yerdir. Yəni eyvandan mən sizə ümumi görüntüsündə təqdim edəcəm. Birbaşa Duz gölünə baxır. Ev sahibinin bu ikinci evi də qiymətinə endirilib. Əvvəlki videoya baxsaz, o evi də çəkmişəm. Yəni konkret olaraq pula ehtiyacı olduğu üçün evin qiymətini endirib. 13.000 manat endirim olunub. Masazırda bu qiymətdə 4 otaqlı ev, yəni bu keyfiyyətdə, bu təmirdə konkret olaraq yoxdur. Həqiqətən də yoxdur. Qiymət əvvəlcədən də qeyd edim. Yəni maraqlı olsa axıra kimi baxarsınız. 113.000 manatdan 13.000 endirimlə 100.000 manata. Yəni 100.000 manata Masazırda bundan qat-qat zəif evlərdir. Ərazi hündür, Masazırda yerləşir. Zirzəmini gəl çək. Zirzəmi də ki, maşallah, otaq hündürlüyündədir. Bu işığı da var. Dəqiq bilmədim hardan yanır. Zirzəmin hündürlüyünü çək. Adam boyu hündürlüyündə. Rahat gəz içəridə. Bütün otaqların altına keçid qoyulub. Ev qoşa kubiklə inşa olunub. Növbəti ikinci zirzəmisi buradadır. Bura kiçik zirzəmidir. Qapısı bağlıdır. Buranın texniki otaq kimi və s. istifadə etmək olar. 2 maşın həyətə tam rahat daxil ola bilir. Burada belə bir gözəl yeri var ki, burada besetka yığdırarsınız inşallah gələcəkdə. Qazı, suyu, işığı, kanalizasiyası var. Fasad kabantik daşdır, qoşa daşdır, mərtəbə arası monolitdir, mərtəbə sonunda kəmərdir. Yəni ustanızı götürün, gəlin, baxın. Gəlin, baxın, inşallah ki, bəyənəcəksiniz bu evi. Yerləşmə yeridəki eyvan hissəsindən tam ətraflı sizlərə izah edəcəm. Çox yaxşı bir evdir, qiymətə endirilmiş bir evdir. Və bunu da qeyd edim ki, dəyərli izləyicilərimiz, yəni bizim kanalda şişirdilmiş qiymətlərlə satışda ev yoxdur. Kanalımıza abunə olun ki, ev axtarırsınızsa, yəni qarşınıza çıxdı. Paylaşdığımız evlər də 3 günə, 5 günə, 1 həftəyə satılır. Yəni tez satılan evlərdir. Otaq dəhliz vasitəsilə bölünür. Maşallah olsun. Bir mətbəxi çək. Mətbəxə bax. Həqiqətən də super evdir, super. Mən bu evi bəyənirəm. Yəni qiymətine görə ən ideal təklifdir. Mətbəx arası kafe, mətbəx mebeli yığılansı betonlanıb. Evdə rəng çalarları, təmirin seçimi. Oradan da bir-birini tamamlayır. Çox gözəl evdir. Qonaq otağı da maşallah olsun. Çox gözəl və çox genişdir. Bu evi tərifləməyə dəyər. Həm tikilişini, həm təmirini, həm qiymətini. Biraz da indirim edəcək ev sahibi inşallah. Ev sahibiyle özünüzlə tanış olsunuz. Görərsiniz ki, həqiqətən çox mehriban, güləriz, ağsaqqal bir dayımızdır. Çox yaxşı insandır. İkinci mərtəbəyə qalxan pilləkənləri, pilləkənin lakı dolusu vurulacaq, qiymətin daxilindədir. Amma aksesuardır, kombidir, mətbəx mebelidir, quraşdırılmayacaq. Qiymətdə endirim edər, özünüz inşallah o hissələri quraşdırarsınız. İkinci mərtəbədə də baxın, otaqlar dəhliz vasitəsilə paylanılır. Bütün otaqlara işıqlı pəncərəsi var. Otaqları bir-bir təqdim et. Mən işıqlarını yandırım. Otaqları hamısı genişdir. Çox gözəl. Əla bir evdir, təmir də səliqəli. Növbəti yataq otaqlarına keçir. Hamısı böyük otaqların. Digər evlərə baxdıqda otaqların hamısı böyükdür. Hamamı da genişdir. İkinci mərtəbədə olan hamam otağı. Qaz, su, işıq, kanalizasiya var. Sənəd təbii ki, Qubçadır. Ünvan Masazır qəsəbəsidir. Və sonda isə evimizin belə bir gözəl eyvan sahəsi var. Gəl buradan məhəlləni də sizlərə təqdim edək. Yerləşmə yerini də göstərək. Solda yerləşir 6 saylı məktəb. Yaxınlaşdır məktəbi göstər. 6 saylı məktəb. Evimizin qarşısı Duz gölü. Yəni hündürlüyə baxın. Masazırın ən hündür yerlərindən biridir. Çox gözəl, sakit, təmiz bir ərazidir. Havası çox təmizdir. Qiymət də ki, qeyd etdiyim kimi 100.000 manata. Yəni konkret olaraq real 100.000 civarında ev axtarırsınızsa, mütləq gəlin bu evə baxın. İnşallah ki, sizə qismət olar. Sağ olun.